Xaçapuri sevənlər, bu video məhz sizin üçündür. Əvvəlcə mayalı suyu hazırlayırıq. Bir qabda suyu, aktivləşmiş mayanı, yumurtanı, qatığı, ərimiş kərə yağı və sirkəni əlavə edib qarışdırırıq. Daha sonra unu və duzu əlavə edib xəmiri yoğururuq. Xəmiri yoğurduqdan sonra 1 saat yarım mayalanmağa qoyuruq. Xəmir mayalandıqdan sonra kündələrə bölürük. Daha sonra pendiri yaxşı-yaxşı ovuruq. Mən çanaq pendirindən istifadə etdim. Siz zövqünüzə görə istəsəz başqa pendirdən də istifadə edə bilərsiniz. Daha sonra kündələri bacardığım qədər nazik şəkildə açıram. Ondan sonra qatladıqca hər qatını yaxşı-yaxşı yağlayıram. Daha sonra istiyini əlavə edirik və videoda gördüyünüz kimi xaçapurilərimizi bükürük. Xaçapuriləri soba listinə düzürük. Üzərinə yumurta sarısı vurub çörək otu səpirik. Öncədən 180 dərəcə isidilmiş sobada 30 dəqiqə bişiririk. Üzəri xırçıltılı, içi isə yumşaq xaçapuridən siz də hazırlayın. Öncədən hər kəsə nuş olsun. Fikirlərinizi mənimlə rəylərdə bölüşməyi unutmayın. Hələlik.